afternoon, ladies and gentlemen. Günortanız xeyir xanımlar və cənablar, əziz qonaqlar. We are very glad that Çox şadıq ki, during the official visit of baş nazir Prime Minister Babişin rəsmi səfəri zamanı business delegation, Çekiyanın böyük biznes nümayəndə heyəti onu müşayiət edir. a very good Bu sign of biznesin mutual interest. birgə aparılmasında qarşılıqlı marağın çox aydın işarəsidir. Business communities usually Adətən işgüzar dairələr öz qərarını profitability layihənin of the projects gəlirliyi ilə bağlayır. Lakin eyni zamanda a lot bir çox on məsələlər, legal background hüquqi əsaslar and political və background. siyasi ölçülərdən asılı olur. Today, Beləliklə düşünürəm ki, bugün Azerbaijan has sent Çekiya və Azərbaycan liderləri message to the business community özlərinin işgüzar dairələrinə çox aydın mesaj göndərirlər. in bilateral İki tərəfli ticarət, sərmayələrdə iştirak etmək, praktiki layihələrə nəzər salmaq və işbirliyinin qurulması yolları haqqında düşünmək vaxtıdır. background. Fikrimcə bugün yüksək səviyyədə qurulan siyasi təmaslar çox güclü siyasi bünövrəni As already was təşkil edir. today, Bugün artıq qeyd olunduğu kimi biz baş nazir Babişlə 3 ay əvvəl Davosda bir araya gəldik. İndi isə burada Qəbələdə görüşürük. Bir sözlə bu həqiqətən göstərir ki, hər iki tərəf müxtəlif sahələrdə tərəfdaşlığın möhkəmləndirilməsində çox maraqlıdır. Bugün siyasi gündəliyin, political agenda include o cümlədən regional və qlobal siyasi gündəliyin bir çox mühüm məsələləri ilə yanaşı, biz həmçinin biznes imkanları, qarşılıqlı sərmayələr haqqında xeyli danışdıq. Biz konkret layihələrə toxunduq və bir mənalı olaraq biznes forumda bütün həmin məsələlər nəzərdən keçirilir. from the legal framework Əlbəttə, hüquqi çərçivəyə əlavə is hər hansı sərmayədar üçün potensial sərmayələr sahəsində iqtisadi vəziyyət də vacibdir. Auditoriyanı məlumatlandıra bilərəm ki, Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir. for many years, it's already 9 Çox illər ərzində, artıq 9 ildir ki, is stable, valyutamız sabitdir. Əslində unchanged. məzənnə dəyişməz olaraq qalır. 2017-ci ildən etibarən 1 dollar 1,7 2017. manat təşkil edir. Düşünürəm ki, bu hər hansı yerli və xarici potensial sərmayədar üçün mühüm göstəricidir. During last 20 years, Son 20 il ərzində 150 billion Azərbaycana sərmayə kimi 350 milyard ABŞ dolları yatırılmışdır və onun demək olar ki, yarısı xarici tərəfdaşlardan daxil olmuşdur. Bir sözlə, müsbət sərmayə iqlimi əlbəttə ki, əsas hədəf idi. Çünki aydındır ki, sərmayələr olmasa heç bir iqtisadiyyat inkişaf edə bilməz. Xüsusən də beynəlxalq gündəliyin qarışıq vaxtlarında. We managed to strengthen our Biz financial borc almanı azaldaraq maliyyə sistemimizin gücləndirilməsinə nail olduq. We actually Əslində biz xarici borcu aşağı salmaq üçün bir neçə il əvvəl foreign debt əsas borc almaları dayandırdıq. Hazırda biz yenidən borc almaya başladıq. Çünki indi xarici borc ÜDM-in cəmi 6,1%-ni təşkil edir. things to do. İnfrastruktur layihələri Infrastructure projects Qarabağın respect to və Şərqi Zəngəzurun azad olunmuş sahələrində yenidən qurmaya gəldikdə görüləsi işlər çoxdur. Beləliklə biz with a leading financial Dünya Bankı, Avropa Yenidən Qurma və İnkişaf Bankı, Asian Asiya İnkişaf Bankı, Asian Bank Asiya İnfrastruktur və Sərmayə Bankı və digər aparıcı maliyyə təsisatları ilə artıq fəal işə başlamışıq. Məqsəd more dynamism qarşımızda olan mühüm layihələrin icrasında daha çox dinamika yaratmaqdır. with respect to Beynəlxalq təcrübəyə gəldikdə also can biz həmçinin qeyd edə bilərik ki, this rating agent Moody's Rating Agentliyi Azərbaycanın kredit reytingini müsbət proqnozlu sərmayə reytingi səviyyəsinə qaldırıb. positive, Düşünürəm ki, which I think is also bütün bunlar Azərbaycana investors that pul vəsaitlərin qoyulması üçün münasib məkan olması barədə investorlara yaxşı işarədir. political Bir mənalı olaraq siyasi sabitlik, sosial sabitlik, təhlükəsizlik, yəni ölkədə işgüzar fəaliyyətlə məşğul olmaq qərarını qəbul edən sərmayədara ilk növbədə lazım olan hər meyar var.
With respect to prospects of İki tərəfli əməkdaşlığın perspektivlərinə gəldikdə, I'd like to say that əvvəlcə bildirmək istərdim ki, biz Avropa İttifaqından ilk kənar ölkəyə, Azərbaycana səfər etdiyinə görə biz baş nazir Babişə çox minnətdarıq. Biz bunu dostluq, hörmət əlaməti kimi görürük. Və bu həmçinin göstərir ki, həqiqətən hər iki ölkənin bir-birinə ehtiyacı var. established already Biz good partnership Azərbaycandan artıq kəsilməyən neft təchizatı ilə enerji sahəsində artıq yaxşı tərəfdaşlıq qurmuşuq. Bugün biz we discussed təbii qaz sahəsində əməkdaşlığın cooperation başlanılması imkanlarını geniş şəkildə müzakirə from etdik. the broader perspective Neft, to engage in qaz, strategic cooperation neft ayırma məhsulları, which could neft kimya, oil gübrələr, elektrik enerji, süni zəka, məlumat mərkəzləri böyük potensial əsasında iki tərəfli qaydada hər iki ölkənin data centers fəal işlədiyi bütün digər sahələri əhatə edəcək strateji əməkdaşlığın qurulması məqsədi ilə həmin məsələlərə geniş perspektivdən nəzər saldıq. one of the areas which Artıq nəticə verən sahələrdən generates results biri is a defense. müdafiə sənayesidir. Czechia is very famous Çexiya müdafiə sənayesi sahəsində özünün çox müasir və etibarlı məhsulları ilə xeyli tanınır. of items of defense Biz Çexiyanın şirkətləri ilə artıq bir neçə müqavilə imzalamışıq. companies from Czechia Hazırda fəaliyyət dairəsini increase artırmağı və birgə istehsalata başlamağı joint manufacturing. planlaşdırırıq. So while we are speaking, Belə danışdığımız zaman heyətlərimiz bunun üzərində işləyir. and this also is a very important İstənilən ölkə üçün especially xüsusən də müharibə və münaqişələrin yağışdan sonra göbələk kimi artdığı dövrdə çox and every mühüm sahədir. Hər bir ölkə öz suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını müdafiə etməyə hazır olmalıdır. this point of view Bu nöqteyi nəzərindən düşünürəm ki, biz böyük artım potensialı olan bu sahədə əməkdaşlıq üçün çox güclü əsas qoyduq. also among Həmçinin bugün cənab baş nazirlə birgə qəbul etdiyimiz qərarlar arasında birgə iqtisadi komissiyanın həmsədrliyinin səviyyəsinin nazirlər səviyyəsinə qaldırılması və birgə hökumətlər arası komissiyanın iclasının very good təşkili də var idi. session of joint Yaxşı olardı ki, bu iclas bu il keçirilsin. Birgə hökumətlər arası komissiyanın iclası sonuncu dəfə 3 il bundan əvvəl keçirilmişdir. Beləliklə bir çox məsələlər üzərində iş gedir. Biz bu məsələlərin gedişi barədə xəbərdar edilməliyik. İnformasiya mübadiləsi aparılmalıdır. Biznes ictimaiyyəti istiqamətləndirilməlidir və onlar üçün daha yaxşı mühit təmin edilməlidir. With respect to potential investment, Ölkəmiz üçün prioritet sayılan sahələrdə Azərbaycana yatırıla biləcək potensial investisiyalara gəldikdə, birinci sahə əlbəttə ki, sənayenin inkişafıdır və birgə istehsaldır. Biz nəqliyyat infrastrukturunun aparıcı istehsalçıları ilə Azərbaycanda birgə müəssisə yaratmaq məqsədi ilə Çexiyanın çox məşhur olan nəqliyyat sektorunu geniş müzakirə etdik. we in Azerbaijan Biz Azərbaycanda böyük potensialı olan bərpa olunan enerji sahəsini fəal şəkildə inkişaf etdiririk. Planımız 2032-ci ilə qədər günəş, külək və hidroelektrik enerjidən 8 gigavat əldə etməkdir. Və bu təkcə planlara yox, artıq imzalanmış müqavilələrə əsaslanır. Bunun üçün çoxlu sahə işləri aparılmalıdır. Əlbəttə ki, bu sahələrdən biri ola bilər. connectivity. Bağlantı. We are largely invested Bugün biz şərq-qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırdıq və bugün ənənəvi təchizat zəncirinin kəsilməsinə, disruption logistika və tranzitlə bağlı problemlərə görə
bu dəhlizə heç vaxt olmadığı kimi ehtiyac var. Beləliklə Azərbaycan şərqdən qərbə və əks istiqamətdə, hətta şimaldan cənuba və cənubdan şimala təhlükəsiz və etibarlı tranziti təmin edir. Biz hər iki dəhlizin kəsişməsində yerləşirik və son illərdə infrastruktura geniş investisiyalar ilə biz bir çox ölkələrə lazım olan bu böyük aktivi artıq yatırmışıq. Turizm əlbəttə ki, tərəfdaşlığın önəmli sahəsi ola bilər. Hər iki ölkənin zəngin tarixi, mədəniyyəti, abidələri, təbiəti var. Yeri gəlmişkən, bugünkü forum təkcə Azərbaycanın deyil, daha geniş coğrafiyanın qədim parçası olan bir yerdə keçirilir. Qəbələ, əsrlər boyu qədim Qafqaz Albaniyası dövlətinin paytaxtı olub. Bugün deyərdim ki, Azərbaycanın turizm paytaxtıdır. Biz əlbəttə ki, əlaqələr, xalqlar arası təmaslar mövcud olan, lakin planlarımızı nəzərə alaraq artırmalı olduğumuz hava yolu əlaqəsi üzərində çalışmalıyıq. Biz həmçinin Azərbaycanın regionda artıq önəmli rol oynadığı hava ilə yük daşımaları sahəsində potensial əməkdaşlığı müzakirə etdik. Bir çox digər sahələr də var. Əlbəttə ki, qeydlərimizdə bütün məsələləri əhatə etmək mümkün deyil, lakin mən əminəm ki, biznes dairələri bugün biznesin qurulması və dostyanə mühitin yaradılması üzrə potensiala dair aydın anlayışla bir araya gəliblər. Ümid edirəm ki, Çekiya və Azərbaycandan olan biznes dairələrinin nümayəndələri həm də yaxşı dost olacaqlar. Bu dostluğun təməli bugün qoyulacaq və o davam edəcək. Bir daha cənab baş nazir, hörmətli qonaqlar, Azərbaycana xoş gəlmisiniz. Hörmətli cənab prezident Əliyev, Nazir Cabbarov, hörmətli qonaqlar, xanımlar və cənablar. Ən dinamik ölkələrdən biri olan Odlar diyarı Azərbaycanla əlaqələrin gücləndirilməsinə və yeni üfüqlərin kəşfinə həsr olunmuş Çekiya-Azərbaycan Biznes Forumu üçün burada Qəbələdə olmaqdan böyük şərəf hissi duyuram. Azərbaycan əlbəttə ki, bizim üçün, Çex Respublikası üçün strateji tərəfdaşdır. Buna görə də Avropa İttifaqına üzv olmayan ölkələr arasında ilk səfərimi məhz buraya edirəm. Biz cənab prezidentlə Davosda görüşmüşdük. Bu səfəri razılaşdırmışdıq və burada olmağımdan şadam və şərəf hissi keçirirəm. Eyni zamanda sizi Praqada qəbul etmək üçün dəvəti də çatdırıram. Ölkələrimiz arasında birgə iqtisadi komissiyanın təşkil edilməsi ilə bağlı ideya var və bizim tərəfdən bu komissiyaya birinci vitse-prezident cənab Havliçik rəhbərlik edəcək. Hesab edirəm ki, bu komissiya işinə mümkün qədər tez bu il başlamalıdır. Biz bütün bu layihələrdə irəli gedə bilək. Enerjiyə gəldikdə biz Avropa İttifaqında enerjidən danışırıq. Çex Respublikası bütün liderlərə, komissiyaya və Avropa İttifaqı Şurasına 4 məktub göndərir. Bizim problemimiz var. Bizim problemimiz yaşıl razılaşma ilə bağlıdır və bu məsələ bugünkü durumundan fərqli olaraq tamamlanmaq üzrədir. Bununla da ETS 1, ETS 2 ilə Avropa sənayesi məhv edilir. Avropanın və Avropa vətəndaşlarının həyatlarına zərbə vurulur. İndi isə Hörmüz boğazı ilə bağlı problem yaşayırıq. İndi Avropada xam neft və qaz məsələsi üzə çıxır. Biz buraya
enerji ilə bağlı danışıqlar aparmaq üçün də gəlmişik. Çünki Azərbaycan Çex Respublikasına xam neftin ən böyük təchizatçıdır. 42% təchiz olunur. Siz bir nömrəli təchizatçımızsınız. Biz buraya qazın ən böyük paylayıcısı olan ÇEZ şirkəti ilə gəlmişik və əlbəttə ki, uzun müddətli əməkdaşlığı, uzun müddətli müqaviləni, iki tərəfli investisiyaları müzakirə etməyə çox şad olardıq. Siz yeni qaz yataqlarını kəşf edəcəksiniz və əlbəttə ki, bizim bu məsələyə çox böyük marağımız var. Hər ikimiz etibarlı tərəfdaş olduğumuzu bilirik və bizim əməkdaşlığımız qarşılıqlı hörmətə və etibara əsaslanır. 2025-ci ildən indiyədək ticarət dövriyyəsi 1,75 milyard avro təşkil etmişdir və bu əsasən xam neftin təchizinə görə olmuşdur. Lakin gələcəkdə şaxələndirmək üçün böyük potensial mövcuddur. Məhz buna görə cənab prezident çox önəmli 50 Çex şirkətinin nümayəndələri ilə buraya təşrif buyurmuşam və sizi bugün burada bizimlə bir yerdə olan bu konkret şirkətlərlə tanış etmək istəyirəm. Biz enerji üzrə həll variantların tam spektrini təklif edən kurasiyamızda olan bir qrup ixtisaslaşmış şirkətləri bir araya gətirmişik. Bugün burada təmsil olunmuş şirkətlər arasında ÇEZ, Inco Engineering, Provico, TTC Marconi, ZPA Peçki, ZBVZ Engineering, JDAS var. İcazə verin, həmçinin müdafiə sektorunda fəaliyyət göstərən bir qrup şirkəti sizə təqdim edin və siz artıq onlarla tanışsınız. Çex Respublikası 1939-cu ildə dünyada hərbi avadanlıq və silahların ən böyük istehsalçısı idi. Burada Çexiya və Slovakiya qrupu da təmsil olunur. Birgə müəssisələr, investisiyalar, L-39NC Aero Vodochody, CSG Aerospace, Česká zbrojovka, Colt, Excalibur International, Explosia, Bobchies, Omnipol və Livans CRO Meteo Press. Biz bu layihələri müzakirə etmişik. Bütün bu şirkətlər sizin xüsusi ehtiyaclarınıza uyğun hər tərəfli çeşidlə məhsul və vahid həll variantlarını təklif edirlər. Nümayəndə heyətimiz müasir nəqliyyat mühəndisliyində ən yaxşı həll variantları təcəssüm etdi. Bu şirkətlər qatarlar və dəmir yolu texnologiyasından tutmuş, qabaqcıl nəqliyyatı idarə etmə sistemi və ağıllı infrastruktura qədər hər şeyi təmin edirlər. Onlar bizə daha da sürətli, təhlükəsiz və dayanıqlı nəqliyyat şəbəkəsini qurmağa kömək etmək üçün buradadırlar. Əlbəttə ki, Şkoda daşımalar və Çexiyada çox önəmli və iqtisadi qrup olan PPF-in üzvü olan Şkoda şirkətlər qrupunun Bakı metrosunda keçirilən tenderdə uğur qazanması bizi çox şad edərdi. Həmçinin AŞT Praha, ÇS Loko, Dako və Tatra eksport şirkətləri də burada təmsil olunur. Burada onlar bütün bu şirkətlər çox konkret layihələri təqdim ediblər və mən əminəm ki, bizimlə işbirliyi qursanız bundan çox məmnun qalarsınız. Həmçinin geologiya və mədən sənayesi sektorunu təmsil edən ixtisaslaşmış Çeşka Geologiçka Slujba və Fridlanske Stroyerni, TR, SRO şirkətlərini də təqdim etmək mənim üçün şərəfdir. Bu şirkətlər suyun idarə edilməsi və dayanıqlılıq məsələlərində ixtisaslaşmış şirkətlərdir. Burada Mega, Çernoproyekt və maliyyə sektorunda fəaliyyət göstərən Çek Export Bank, Eksportni Garanti və Poistovaçi, Spolishnews analitik texnologiyalar və laborator şəbəkə xidmətləri üzrə fəaliyyət göstərən JTH Holding şirkətləri də var. Bugün müzakirələrimizin təbii ki, sənaye və iqtisadi artıma fokuslanmasına baxmayaraq, biz tərəfdaşlığın texnologiya və ticarətdən daha dərin olduğunu
olduğunu hesab edərək onun eyni zamanda mədəniyyəti, təhsili və sosial məsuliyyəti əhatə etdiyini düşünürük. Bu kontekstdən musiqi alətləri üzrə ixtisaslaşmış və ümumdünya miqyasında tanınmış şirkət olan Petrovu salamlamaq istəyirəm. Bundan əlavə çox vacib məsələni də sizin diqqətinizə çatdırmaqdan fərəh hissi keçirirəm. Burada təmsil olunan şirkət və təşkilatlardan bəziləri sosial tərəqqiyə, xüsusilə qadınların cəmiyyətdə və peşəkar sahədə roluna dərindən bağlıdırlar. Bunu nəzərə alaraq mən qadın sahibkarlarının və menecerlərinin Çexoslovak Moraviya Assosiasiyası olan FCM təşkilatını salınmağa çox şadam. Bu şirkətlər müvafiq sənayelerin zirvəsini təmsil edərək 10 illər ərzində davam edən Avropa ənənələrini bugün qlobal bazarları müəyyənləşdirən müasir innovasiyalarla birləşdiriblər. Beləliklə şirkətlərin siyahısı budur, çox böyük maraq var idi və biz yəqin ki siyahıya 100 şirkəti əlavə edə bilərik. Lakin cənab prezident, biz düşündük ki, müəyyən seçimlər etməliyik. Beləliklə bu siyahı Çex şirkətlərinin gözəl ölkənizə və sizinlə iş qurmağa olan marağını əks etdirir. İndi isə şirkətləri öz təklifləri ilə çıxış etməyə dəvət edirəm. Hesab edirəm ki, bugünkü forum əlbəttə ki, bizim əməkdaşlığımızı intensivləşdirərək irəli aparacaq və bu bizim üçün çox önəmlidir. Çünki biz əminik ki, şirkətlərimiz əla məhsul və xidmətləri təklif edirlər. Biz birgə müəssisə yaratmağa, insanlarınızı işə götürməyə, tədqiqat və araşdırmaya investisiya yatırmağa, universitetlərlə əməkdaşlıq etməyə hazırıq və ölkəmizdə böyük potensial mövcuddur. Çox sağ olun. Mən sizi Praqada qəbul etməyi səbirsizliklə gözləyirəm və bundan əvvəl ümid edirəm ki, nümayəndələrimiz bu layihələri irəli aparacaq və ticarət dövriyyəmiz xeyli artacaq. Çox sağ olun, cənab prezident.